litrlə. Nə yağıdır bəs? Taplionlu masləhətlərim, o iç yağıdır heyvanın. Onu əridib düzəldirlər də, tərkibinə nə savururlar, elə olur. Bəli, Gəncədədir xala. Soyuq olsun su. Bəsmə. Nə qədərdir un gedir? Kimə lazımdır, sifariş qəbul eləyə bilərik, sabağa hazır, dastavka besplatlı. 3400 adam var, zəhmət olmasa ekranı bəyənin də. Bir dənəsi şeyə, 50 manat. Nə var imaz mənə? Bir dənə xaçapur 50 manat. Nə? 50 manat. Bu nədir? Sən niyə ödüvlət söyləyirsən? Bax. Mən pişirirəm, mən əllərimdən çıxır, dırnağa bax. Gözəl gününüz olsun. Un nə qədər gedir deyir? Un mən gözə yara əzlərim, xamır bu şəkildə olsun. Deyir, bir dəqiqə, nə yazmışdı? Adi ərinmiş yağ olmaz. Onlar varlığa nə darıq? Tek sunla da eləyə bilərsiniz, sani ilə də eləyə bilərsiniz. Əllərinizə sağlıq deyir. Nə ürəyiniz istəyən yağınız varsa ondan eləyə bilərsiniz. Yəni problem netu. No problem. Aha. Maya vurursunuz. Maya olsa deyərdim dana. Hə. Ma bax elə, hə. Deyir, onun içinə ət vurmaq olar. Evet. Pişmiş qəşəng əti hazır eləyin. İçinə eyni şəkildə sonra şey də eləyə bilərlər, köbələklə, hər şeydə. Ürəyə nə istəyir, içinə qoy, bu xəmirin hər şey istifadə eləməyə dəyər. Amma bunun özəlliyi odur ki, şeydir də, ən çox bunun içi pendirlə daha gözəl olur. Baxın. Belədir. 4 dənəsi pişəndən sonra mən sizə göstərəcəm. Çox qəşəng görsən. Səni də suyuxadan yəyəlirsin, ha. Ekran bəyənində zəhmət olmasa 3200 adam var. Onun üstə qəşəng gündüzdə tökmək olar, şeydə əzlən, hər şey eləmək olar. Amma xaçapur üçün çox gözəl olur. Biri yazmışdı elə, çörək otu vurun deyir. Çörək otu nədir? Xaçapurun dadını itirir. Çörək otu. Olmaz. Küncüt çörək otu deməkdir. Küncüt çörək otu olmaz. Çünki onun belə tünd dadı var. Qara rəngidir, hə onun? O olmaz. Dadını tam itirir. Hər şeyin öz gözəlliyi. Dodağınız da süper olub. Dayı Bakıdadır. Dodağımı qaytırmışdım deyə qaçdım dayı öldürəşitmə. Ekran bəyənində 3200 adam var, amma heç kim bəyənmir. Yox. Hədiyyə etmirlər? Yox. Şahin hanı? Tanımıram ki. Ay Şahin öyle burada sən atmana Hara mətbəğidir deyir bu resept. Reseptini xala çəkib, mən sabah onu paylaşanda storydə xaladan bir soruşub bir dənə storydə yazacağam da alt üstü, yəni nədən nə qədər